Salam, xoş gördük hər Bugün may ayının 17-si 2026-cı il tarixində biz Logos Lab platforması vasitəsilə 26-cı müzakirəmizə başlayırıq və müzakirə üçün seçmiş olduğumuz mövzu Avstraliyada doktoranturaya qəbul prosesinin analiz edilməsidir. Mövzunun seçmə təsadüfi deyildir. Yəni bu həftə bizim həyatımızda önəmli hadisələrdən biri baş verdi və biz Avstraliyada yerləşən Avstraliya Katolik Universitetində doktorantura pilləsi üzrə təhsil almaq üçün qəbul təklifi aldıq və bu prosesin gedişatı necədir? Yəni doktorantura qəbul olmaq üçün hansı prosedurları yerinə yetirmək lazımdır? Və bu prosedurların, məsələn, Azərbaycanda doktoranturaya qəbul prosedurlarından fərqi nədir? Yəni bu haqda bəzi ümumiləşdirmələr və analizlər etmək istəyirəm. İlk öncə Avstraliya Katolik Universiteti haqqında qısa məlumat verim. Yəni bu universitet 1991-ci ildən etibarən fəaliyyət göstərir. Avstraliyada dövlət universitetidir. Yalnız Avstraliyanın özündə 7 kampusa malikdir və bir kampusda bu Romada yerləşir. İtaliyanın Roma şəhərində yerləşir. 1991-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, bu universitet daha əvvəl fəaliyyət göstərmiş olan əsas 4 universitetin birləşməsindən, kombinasiyasından yaranmışdır və həmin 4 universitetin də fəaliyyəti 1850-ci illərə təsadüf edir. Və bu universitetin, yəni mən həmin o 4 universitetdən danışıram, əsas məqsədi bu katolik məktəblərində dərs demək üçün müəllimlərin hazırlanması olmuşdur. Daha sonra bura tibb təhsili də əlavə edilmişdir. Yəni katolik xəstəxanalarında həkim və tibb bacısı işləmək üçün lazım olan personalın, yəni tibbi xidmət heyətinin hazırlanması ilə də məşğul olmuşdur. Amma müasir dövrdə təbii ki, universitetin fəaliyyət dinamikası daha genişdir, fəaliyyət spektri daha zəngindir. Yəni 81 bakalavr proqramı burada mövcuddur. 29 magistratura proqramı mövcuddur. Və bu proqramlardan bəziləri müxtəlif rating cədvəllərində əsas yerlərdən birini tutur. Əgər biz QS rating cədvəli üzrə qiymətləndirməyə baxsaq, Avstraliya Katolik Universiteti dünya üzrə teologiya istiqamətində təhsil verən universitetlər arasında 18-ci yeri tutur. Yəni bu deməkdir ki, yəni bir növ bu universitet teologiya üzrə əsas universitetlərdən biridir. Yəni dünya üzrə əsas tədris mərkəzlərindən biridir. Ümumiyyətlə isə yəni statistik baxımdan qeyd etsək, katolik universitetləri arasında əsas 10 universitetdən biridir. Yəni ali tədris mərkəzləri arasında, yəni katolik universitetləri adlı bir assosiasiya, bir qrup mövcuddur və bu assosiasiyada, yəni bu qrupda əsas 10 universitetdən biri məhz Avstraliya Katolik Universitetidir. Yəni təbii ki, teologiya ilə bağlı bu universitetin ənənəsi daha zəngindir. Yəni artıq qeyd etdiyim kimi 1850-ci illərdən etibarən katolik məktəblərində dərs demək üçün müəllimlərin hazırlanması ilə məşğul olmuşdurlar. Amma mənim müraciət etdiyim proqram bu fəlsəfə proqramıdır. Yəni mən ixtisas etibarilə fəlsəfə məzunuyam və 15 il məntiq və fəlsəfə dərslərindən, fənlərindən müxtəlif universitetlərdə dərs demişəm və hazırda da təbii ki, öz pedaqoji fəaliyyətimi davam etdirirəm.
Və mənim üçün təbii ki, əsas önəm kəsb edən yəni bu universitetin fəlsəfə istiqamətində olan reytinqi idi və yenə də QS reytinq cədvəlində dünya üzrə fəlsəfə istiqamətində seçilmiş olan 100 universitetdən biri məhz Avstraliya Katolik Universitetidir. Eyni zamanda psixologiya istiqamətində reytinq cədvəlində heç də pis olmayan yerə malikdir. Yəni dünya üzrə 200 universitetdən biridir. Və məsələn tibb üzrə əgər biz qiymətləndirmə aparsaq, yenə də adını qeyd etdiyim reytinq sıralamasında dünya üzrə 650-ci yerdə qərarlaşan bir universitetdir. Və Avstraliya Katolik Universitetinin bir özəlliyi, yəni daha çox tədqiqat yönümlü universitet olmasıdır. Yəni bu Azərbaycanda ola bilsin ki, biz o qədər də çox fərqinə varmırıq, amma dünya universitetləri təcrübəsində, yəni xüsusilə qabaqcıl dünya universitetləri təcrübəsində universitetlər adətən ya bakalavr və magistratura yönümlü olur, istiqamətli olur. Yəni əsas maraq dairəsi, yəni fəaliyyət spektri müxtəlif dünya universitetlərindən mümkün qədər daha çox güclü namizədləri bakalavr və magistr proqramlarına cəlb etmək olur. Və bəzi universitetlər isə daha çox tədqiqat yönümlü olur. Yəni daha çox diqqət mərkəzində tədqiqatın keyfiyyəti olur və tədqiqat yönümlü olan universitetlər, yəni bu təbii ki, əsas mərkəz bu doktorantura təhsil pilləsində qərarlaşıb. Çünki tədqiqat özlüyündə doktorantura istiqamətində aparılan tədqiqatı ehtiva edir. Amma magistratura da bəzən ikiyə bölünür. Yəni research master proqramlar da vardır ki, yəni tədqiqat yönümlü istiqamətli master proqramlar da vardır ki, yəni bu da tədqiqat yönümlü universitetin reytinqinin güclənməsinə müsbət təsirini göstərmiş olur. Təbii mən doktoranturada təhsil almağı planlaşdırdığıma görə mənim üçün önəmli olan universitetin tədqiqat yönümlü olması idi. Yəni mən bakalavr və magistr proqramları çərçivəsində universitetin reytinqinin nə dərəcədə yüksək olmasının, yəni mənim təhsilim baxımından o qədər də önəmli olmadığını bilirdim. Və 2026-cı ildə aparılan deməli reytinq analizlərinə görə, məsələn Times Higher Education belə bir reytinq sıralaması vardır ki, və bu reytinq sıralamasında Avstraliya Katolik Universiteti məhz tədqiqatın keyfiyyətinə görə Avstraliyada birinci, amma dünyada 17-ci yerdə qərarlaşır. Yəni dünya səviyyəsində 17-ci yerdə qərarlaşmaq, yəni bu artıq tədqiqatın nə dərəcədə zəngin və dərin olmasına dəlalət edən bir məsələdir. Və Avstraliya Katolik Universiteti ilə bağlı daha sonralar biz ətraflı müzakirə apararıq, amma bu günləri diqqət mərkəzində saxlamaq istədiyim məsələ məhz qəbul prosesinin necə həyata keçirilməsidir. Yəni əslində mənim indi Avstraliya Katolik Universiteti haqqında qeyd etdiklərimdə, yəni bu universitetin kifayət qədər ciddi bir tədqiqat mərkəzi olmasını diqqət mərkəzinə gətirmək idi və əgər belə bir tədqiqat mərkəzində biz qəbul prosesi, prosedurlar haqqında ətraflı məlumata malik ola biləriksə, yəni praktik cəhətdən biz bunu digər universitetlərə də qəbul olan zaman, yəni qəbul olmaq istəyən zaman həyata keçirə bilərik. Deməli, doktorantura pilləsində tədris adətən ya 5 ya 3 il olur. Yəni 5 illik tədris prosesi bu daha çox Amerika Birləşmiş Ştatları üçün xasdır, yəni Amerikan universitetləri üçün xasdır. Yəni Harvard, Princeton, Yale və digər universitetlər. Yəni Amerika Birləşmiş Ştatlarında bu 5 illik tədrisin 2 ili, yəni formal cəhətdən bu master səviyyədir, magistratura səviyyəsidir. Tədqiqat yalnız son 3 ildə həyata keçirilir və yaxud daha çox son 3 ildə həyata keçirilir.
Yəni siz 2 ildə magistratura dərslərində iştirak edirsiniz, kreditlərinizi toplayırsınız, öz tədqiqat predmetinizi müəyyənləşdirirsiniz, elmi rəhbər supervisor seçirsiniz və daha sonra deməli əsas 3 ildə siz tədqiqat ilə məşğul olursunuz. Və Amerikan universitetlərindən başqa demək olar ki, digər qərb universitetləri, yəni eyni zamanda həm də Avstraliya Katolik Universitetində tədris 3 ildir. Yəni 3 il bu artıq sırf PhD, doktorantura təhsilidir. Yəni bura müraciət etmək üçün sizin artıq master, magistr dərəcəniz olmalıdır. Məsələn, Amerikan universitetlərinə müraciət etmək üçün siz bakalavrdan da birbaşa müraciət edə bilərsiniz. Çünki qeyd etdiyim kimi tədrisin ilk 2 ili formal cəhətdən bu magistratura təhsilidir. Və Avstraliya Katolik Universitetində 3 il olduğuna görə, yəni əgər mən orada təhsilə başlasam, birbaşa research, yəni tədqiqat ilə artıq məşğul olacağam. Və siz deyə bilərsiniz, mən niyə PhD, doktorantura təhsilinin 3 yoxsa 5 il olması haqqında yəni bir qədər ətraflı danışıram. Yəni tədrisin 5 il olması, yəni Amerikan universitetlərinə müraciət edən zaman, yəni sizin prinsip etibarilə tədqiqat mövzusu seçməyinizə ehtiyac yoxdur. Yəni siz bir tədqiqat mövzusu seçmirsiniz, yəni bir planlaşdırma aparmısınız, yəni rəsmi cəhətdən siz bunu həyata keçirmirsiniz. Belə bir tələb yoxdur. Amma 3 il deməli təhsil müddəti 3 il olan doktorantura proqramlarında siz adətən tədqiqat mövzusunu əvvəldən seçməlisiniz. Yəni siz artıq universitetə deməli sənədləri göndərən zaman, yəni konkret hansı mövzuda tədqiqat aparacaqsınız, yəni bu mövzuda sizin təklif edə biləcəyiniz yeniliklər hansılardır və sizin hipoteziniz nədir, yəni hansı metodlardan istifadə edəcəksiniz və s. Yəni bir növ siz aparacağınız tədqiqatın bir planını artıq xeyli dərəcədə ətraflı şəkildə özünüz üçün beyninizdə cızmış olmalısınız və bunu siz yazıya köçürüb, yəni rəsmi olaraq deməli göndərilən dokumentlərin siyahısına daxil etməlisiniz. Əgər sizdə tədqiqat planı yoxdursa, yəni doktorantura girdikdən sonra konkret hansı mövzunda tədqiq edəcəksiniz və burada siz hansı problemi həll etmək istəyirsiniz, bu problemi həll etmək üçün hansı metodlardan istifadə edəcəksiniz, sizə qədər bu istiqamətdə hansı tədqiqatlar aparılıb, yəni dünya səviyyəsində, burada boşluqlar hansılardır və sizin təklif edə biləcəyiniz yenilik nədir və niyə hesab edirsiniz ki, məhz bu yenilik konkret olaraq burada mövcud olan hansısa bir elmi problemi həll edə bilər. Yəni bütün bu sualların hamısını siz tədqiqat planında qeyd etməlisiniz və universitetə göndərməlisiniz. Yəni universitet ilkin seçimdə məhz həmin tədqiqat planları arasından seçim etmiş olur. Demirəm, yalnız tədqiqat planına görə seçir, amma burada önəmli təsir göstərən, yəni sizin ilkin pillədə digər namizədlərdən seçilməyinizə önəmli təsir göstərən amil məhz daha effektiv, daha güclü, daha əsaslandırılmış bir tədqiqat planına malik olmağınızdır. Məsələn, Azərbaycanda belə deyil doktorantura qəbul, yəni bizdə doktorantura qəbul olduqdan sonra yəni mövzuların seçiminə başlanılır. Yəni adətən namizədlər doktoranturaya sənəd verən zaman heç ondan soruşmurlar ki, yəni siz konkret nə işləmək istəyirsiniz, yəni sizin həll etmək istədiyiniz problem nədir? Yəni biz niyə məhz sizi seçməliyik, məsələn digər namizədi seçməli deyilik? Yəni bu qəbuldan olan suallar verilmir. Halbuki doktoranturanın əsas missiyası bu ideya yeniliyi olmalıdır. Həm də vacib bir məqam odur ki, sizin təqdim etdiyiniz bir tədqiqat planı məhz 3 il ərzində reallaşdırıla bilən bir tədqiqat planı olmalıdır. Yəni siz ola bilsin ki, o qədər dərin, o qədər geniş məzmunlu bir plan ortaya qoya bilərsiniz ki, yəni prinsip etibarilə bunu 3 il ərzində reallaşdırmaq mümkün olmasın.
Yəni burada həm də realistik olmaq bacarıqları yoxlanılır. Yəni siz nə dərəcədə 3 il ərzində reallaşdıra biləcəyiniz bir ideyalar irəli sürə bilirsiniz. Yəni önəm kəsb edən vacib amillərdən biri məhz budur. Yəni bu olduqca vacib bir məqamdır. Bu həm də artıq qeyd etdiyim kimi Azərbaycanda və Qərb universitetlərində, qabaqcıl Qərb universitetlərində, eyni zamanda Avstraliyada qəbul prosesində olan əsas birinci fərqləndirici bir əlamətdir, bir atributdur. İkinci, qəbul prosesində heç bir deməli imtahan keçirilmir. Yəni sizə heç bir qəbul komissiyası yoxdur ki, orada sizin biliklərinizi yoxlasın. Məsələn, mən fəlsəfə proqramına müraciət etmişəm, yəni bir komissiya olsun, orada bir qiymətləndirmə aparsın ki, yəni mənim fəlsəfə biliklərim necədir, yəni mən nə dərəcədə fəlsəfənin dərinliklərinə enə bilirəm. Yəni belə bir qiymətləndirmə yoxdur. Yəni ümumiyyətlə Qərb universitetlərinə qəbul prosesində konkret sizin keçmiş olduğunuz fənlər üzrə qiymətləndirmə yoxdur. Biliyin qiymətləndirməsi yoxdur. Bəs universitet hardan bilər ki, siz doğrudan layiqli namizədsiniz? Yəni sizin almış olduğunuz diplom, yəni bakalavrda və magistraturada almış olduğunuz diplom artıq sizin əvəzinizdən danışır. Əgər sizin diplomunuzda sizin dərslərin adları qeyd olunubsa və hər bir dərsdən sizin aldığınız bal qeyd olunubsa, deməli orada artıq ümumi bir təsəvvür formalaşa bilir ki, yəni siz nə dərəcədə müraciət etdiyiniz sahə üzrə əsaslı fundamental biliklərə maliksiniz. Və bu baxımından məsələn bizdə fən üzrə imtahanın olub olmamasından məlumatlı deyiləm. Yəni Azərbaycanda doktorantura qəbul prosesindən danışıram, amma bizdə olan bir proses, yəni əgər siz hətta riyaziyyat, fizika, yəni ümumiyyətlə fəlsəfə ilə birbaşa bağlılığı olmayan fundamental bir elm sahəsinə sənəd vermiş olsanız belə, yəni hamı mütləq şəkildə fəlsəfədən imtahan vermiş olur. Yəni bir qəbul komissiyası vardır, hamı fəlsəfə imtahanı verməlidir və əksəriyyət etibarilə də həmin məzmun daha sonra sizin tədqiqatınız üçün o qədər də önəm kəsb etmir. Yəni bunun niyə önəm kəsb etmir? Yəni əgər məsələn hesab etsəniz ki, doktoranturada oxuyan zaman sizə hansısa bir fənlər lazımdır, yəni biliyinizin genişləndirilməsi lazımdır, dərinləşdirilməsi lazımdır. Yəni adətən tədrisin birinci ilində siz əlavə dərslərdə iştirak edə bilirsiniz. Məsələn, 3 illik tədris proqramıdırsa, siz tədrisin birinci ilində müxtəlif seçmə fənlər götürə bilirsiniz, seminarlarda iştirak edə bilirsiniz, eyni zamanda kollegiumlarda iştirak edə bilirsiniz. Yəni başqa sözlə, əgər biz hesab ediriksə, məsələn bir riyaziyyatçı üçün, bir fizik üçün və yaxud hər hansı bir sahədə gələcəkdə tədqiqat aparan namizəd üçün doğrudan fəlsəfə lazımdır. Biz həmin fəlsəfə dərsini qəbul prosesində deyil, yəni artıq tədris prosesində, tədrisin birinci ilində təklif edə bilərik. Məsələn, bir riyaziyyatçı üçün məncə önəm kəsb edən bu riyaziyyatın fəlsəfəsi ola bilər və yaxud ümumiyyətlə bu elm fəlsəfəsi ola bilər. Yəni ümumiyyətlə fəlsəfədən qəbul prosesində bir komissiya qarşısında imtahan keçirməkdənsə, yəni bu artıq qəbul olduqdan sonra tədris prosesinin gedişatında bir fənlər, seçmə fənlər blokunda fəlsəfəni daxil etmək olar və bu fəlsəfə də həm tədqiqatçının marağı çərçivəsində olmalıdır, yəni bilavasitə fizikdirsə bu və digər şəkildə fizikanın fəlsəfəsi ilə bağlı olmalıdır ki, o apardığı tədqiqatda həmin biliklərdən praktik cəhətdən istifadə edə bilsin. Amma məsələn, onun üçün lazım deyil də, orta əsrlər fəlsəfə tarixində hansı problemlər öyrənilmişdir, yoxsa antik fəlsəfədə hansı problemlər öyrənilmişdir. Yəni bu bilavasitə, yəni bütün istiqamətlərdə gələcəkdə bir tədqiqat aparan tədqiqatçılar üçün lazım olmayacaq. İstənilən halda artıq biz qeyd etdiyimiz kimi, yəni siz tədqiqat aparan zaman deməli heç bir qəbul komissiyasının qarşısında
imtahan vermiş olmursunuz. Yəni belə bir tələb yoxdur. Və siz sual verə bilərsiniz ki, yəni sadəcə qiymətlərin özü, yəni bu namizədin nə dərəcədə layiqli bir namizəd olmasına bir sübut ola bilərmi? Təbii ki, burada əgər biz qabaqcıl dünya universitetlərindən danışırıqsa, yəni siz adətən orada yerli namizədlər ilə yarışmırsınız. Təkcə yerli namizədlər ilə yarışmırsınız. Yəni dünyanın müxtəlif universitetlərini bitirmiş olan namizədlər, bəzən isə müxtəlif iş təcrübəsinə malik olan namizədlər öz sənədlərini universitetlərə verirlər, yəni doktorantura proqramına müraciət edirlər. Və burada baxırlar universitetin özünün də bir rating cədvəlinə. Məsələn, sizin qurtarmış olduğunuz universitet əgər X adlı universitetdirsə, əgər bu universitetin bir reytingi daha güclüdürsə və siz həmin universitetdə təhsil alan zaman daha yaxşı qiymətlər almısınızsa, bu reytingi daha aşağı olan, daha az tanınan bir universitetdə hətta yaxşı qiymətlər almış olsanız belə, deməli, olsanız belə, yaxşı qiymətlər alsanız belə, yaranan bir təəssürat və yaxud qiymətləndirmədə bir fərqin olmasına gətirib çıxara bilir. Yəni belə bir düzdür, bu açıq şəkildə ifadə edilmir, amma bir məntiqi cəhətdən biz qiymətləndirmə aparsaq, məsələn bir namizəd Harvard Universitetini bitirmişdir. Məsələn fərz edək ki, bir namizəd fərz edək ki, hər hansı bir az tanınmış və yaxud reyting cədvəllərində ümumiyyətlə daxil olmayan bir X adlı universiteti bitirmişdir. Yəni hər ikisi əla qiymətlərlə universitetdə təhsil almışdır və əgər hər ikisi sənədlərini məsələn Avstraliya Katolik Universitetinə təqdim etmiş olarsa, təbii ki, Harvard Universitetini bitirmiş olan namizədin əhəmiyyətli dərəcədə üstünlüyünün ola bilməsi ehtimalı vardır. Yəni bu amil də vardır. Bir də adətən doktorantura qəbul prosesində bu bakalavr, magistratura və dərhal doktoranturaya müraciət edirlər və ya bir neçə ildən sonra doktoranturaya müraciət edirlər. Yəni magistratura ilə doktorantura arasında çox məsafə olmur. Yəni il müddəti çox olmur. Ona görə də adətən doktoranturada təhsil alan namizədlər, yəni bu haradasa 30'lu yaşlarında artıq təhsillərini tamamlayıb elmi dərəcə alırlar. Məsələn, hətta bəzi universitetlər vardır, hətta Avstraliyanın özündə belə onlar magistraturanı bitirdikdən sonra yalnız 10 il ərzində doktoranturaya sənəd verməyi mümkün hesab edirlər. Əgər sizin artıq 10 ildən daha artıq bir fasilə varsa, ara müddəti varsa, siz doktorantura müraciət edə bilməlisiniz. Yəni siz daha bir magistratura oxumalısınız və bundan sonra doktorantura müraciət etməlisiniz. Yəni belə bir tələb vardır. Amma Avstraliya Katolik Universitetində belə bir tələb yoxdur. Məsələn, mən əslində indi qeyd etdiyim standartlar baxımından qeyri-ənənəvi bir namizəd statusuna malik idim. Çünki mən magistr təhsilimi çoxdan tamamlamışdım. Yəni mənim yalnız müəllimlik təcrübəm bu 15 ildir. Yəni mən 15 il müəllimlik etdikdən sonra, yəni ali tədris müəssisələrində dərs dedikdən sonra doktorantura müraciət etmişdim. Və Avstraliya Katolik Universitetində, yəni bu tələb olmadığına görə, yəni magistratura ilə doktorantura arasında bir hansısa məsafənin, il fərqinin, il boşluğunun olmasından dair bir tələb olmadığına görə, yəni mənim sənədlərim məsələn bu universitet tərəfindən qəbul edildi. Amma ola bilsin ki, başqa bir universitetdə bu qəbul olunmaya da bilərdi. Amma açıqcası mən məsələn araşdırma edən zaman, analiz edən zaman haradasa bir indiyə qədər onlarla universitetin qəbul planlarını analiz etmişəm və onların əksəriyyətində yəni magistratura ilə doktorantura arasında bir 10 illik ya 15 illik bir fərqin olması, yəni bundan daha artıq bir müddətdə sizin doktoranturaya sənəd verməyinizin qeyri-mümkünlüyünü şərtləndirən bir hala rast gəlməmişəm. Yəni bu yalnız tək hallarda ola bilər.
İstənilən halda, yəni siz hətta universiteti bitirmisinizsə, yəni magistraturanı tamamlamısınızsa, hətta aradan bir 15, 20, 25 il keçmiş olsa belə, əgər sizin aydın bir tədqiqat planınız varsa və siz öz tədqiqat planınızı əsaslandıra bilirsinizsə, yəni siz qəbul proseslərində iştirak edə bilərsiniz. Yəni burada qəbul üçün yaş o qədər də önəmli faktor deyildir. Yəni belə, başqa qeyd etmək istədiyim məsələ deməli bizim qiymətlərimiz, yəni universitetdə təhsil alan zaman aldığımız qiymətlər, bu bir. İkinci, bizim hansı universiteti bitirməyimiz və burada önəm kəsb edən üçüncü bir faktor, yəni bu tövsiyə məktubudur. Yəni tövsiyə məktubu da sizin qiymətləriniz və hansı universiteti bitirməyiniz kimi sizin adınızdan danışmış olur. Yəni kim sizə tövsiyə edir? Kim sizə rekomendasiya məktubu verir ki, yəni siz həmin təhsil proqramına müraciət edirsiniz. Yəni tövsiyə məktubu o deməkdir ki, yəni kimsə, yəni bu sizin müəlliminiz ola bilər. Bu sizin komandada işləyən zaman sizin supervisorunuz ola bilər. Yəni o zəmanət verir ki, siz doğrudan bu proqramın şərtlərini ödəyirsiniz. Siz uğurla bu proqramı tamamlaya bilərsiniz və onlar zəmanət verir ki, doğrudan siz layiqli namizədsiniz. Magistraturadan dərhal sonra doktorantura müraciət etmək və ya çox qısa bir zaman müddəti sonra doktorantura müraciət etmək, yəni bu daha asandır. Yəni zəmanət deməli tövsiyə məktubu almaq baxımından daha rahatdır. Çünki sizin müəllimlərlə kontaktınız hələ də davam edir. Yəni siz müəllimlərinizdən sizə tövsiyə verə bilən, sizi tövsiyə edə bilən, sizə zəmanət məktubu yaza bilən müəllimlərinizə müraciət edə bilirsiniz. Onların e-mail adreslərini deməli sənəd göndərən zaman orada qeyd edə bilirsiniz və universitet həmin deməli tövsiyə məktubu yazmalı olan müəllim ilə əlaqə saxlayır və yəni bu proseslər bir növ sizin nəzarətinizdən kənarda baş verən proseslərdir. Yəni onlar sizin haqqınızda nə yazacaq, yəni sizi necə tövsiyə edəcək və tövsiyə edən zaman fikrini necə əsaslandıracaq, yəni bunlar formal cəhətdən sizin nəzarətiniz altında olan proses olmalı deyil. Amma istənilən halda, yəni üstünlük sizin akademik çevrədən zəmanət ala biləcəyiniz, sizə tövsiyə məktubu yaza biləcək bir müəllimlərinizin olmasıdır. Yəni bu, amma bu demək deyildir ki, siz əgər 15-20 ildən sonra doktorantura müraciət edirsinizsə, artıq təbii ki 15-20 il ərzində müəllimləriniz ilə əlaqələriniz davam etmirsə, kəsilibsə, yəni siz heç bir tövsiyə məktubu ala bilməzsiniz. Yəni belə bir şey də yoxdur. Yəni universitetlər adətən 15 və yaxud 20 ildən sonra sizin müraciətiniz zamanı, yəni doğrudan bunun bir təbii proses olmasının fərqindədirlər. Və bu zamanda siz ehtimal ki 15-20 il ərzində haradasa çalışırsınız. Yəni bir şirkətdə, bir müəssisədə və yaxud bir komandada çalışırsınız və siz həmin komandada, həmin çalışdığınız komandada vəzifə etibarilə sizdən böyük olan bir insandan, sizin supervisorinizdən tövsiyə məktubu ala bilərsiniz. Amma burada diqqətli olmaq lazımdır ki, yəni siz tövsiyə məktubunu sizinlə eyni statusa malik olan insandan almayın. Yəni məsələn mən əgər müəllim işləyirəmsə, öz müəllim yoldaşlarımdan, həmkarlarımdan əgər tövsiyə məktubu almış olardımsa, yəni bu o qədər də effektiv deyil. Yəni ola bilər ki, biz dostuq, həmkarıq, yəni onlar sadəcə dostluq xatirinə yəni bu məktubu yaza bilərlər. Yəni belə bir təəssüratın yarana bilməsi ehtimalı mövcuddur. Məsələn, sizin supervisorunuz kim ola bilər? Məsələn, universitetdə mənim supervisorum, yəni bu kafedə müdürdür və yaxud dekandır, dekan müavinləridir və yaxud əgər əlaqələriniz davam edirsə, bu sizin müəlliminizdir. Yəni, ola bilər ki, siz indi birlikdə işləyirsiniz, amma bu həm də sizin müəlliminiz olub. 15 il, 20 il bundan qabaq sizin müəlliminiz olub. Bu mümkündür.
Və yaxud sizinlə ünsiyyətdə olan, amma status etibarilə, yəni vəzifə pilləsində sizdən daha üstün olan bir insanın olması bu effektivliyin artmasına önəmli dərəcədə təsir göstərən amillərdəndir. Amma bizdə təbii ki, doktorantura qəbul prosesində belə bir tövsiyə məktubu, deyilən bir şərtlər yoxdur. Amma halbuki bunun olması olsaydı, bilmirəm bu nə dərəcədə effektiv olardı. Amma hər halda qabaqcıl dünya universitetlərində belə bir təcrübə mövcuddur. Bu yalnız prosesin ilkin mərhələsidir. Yəni siz deməli diplomunuzu hazır edirsiniz, qiymətlərinizi rasional cəhətdən baxırsınız. Yəni nə dərəcədə indiyə qədər sizin qiymətləriniz yaxşıdır, yəni siz nə dərəcədə bundan çıxış edərək uğur qazana bilərsiniz və tədqiqat planından biz danışdıq və tədqiqat planını yazan zaman artıq qeyd etdik, yəni hansı amillərə diqqət yetirmək lazımdır. Amma indi bir məsələ var. Yəni siz sual verə bilərsiniz ki, biz tədqiqat planını nə edə bilərik? Kiməsə yazdıra bilərik? Məsələn, fərz edək ki, kimsə mənim əvəzimə çox gözəl bir tədqiqat planı yazıb, elə deyilmi? Yəni mən bunu təqdim etmişəm Avstraliya Katolik Universitetinə. Yəni orada kiminsə mənim əvəzimə yazmış olduğu tədqiqat planı uğur qazanır və məni doktorantura qəbul edirlər. Amma proses bu qədər sadə deyil. Məsələn, Avstraliya universitetlərində, eyni zamanda Avstraliya Katolik Universitetində də deməli tədqiqat planı ilk öncə bir supervizora göndərilir. Yəni kimsə sizin tədqiqat planınızla maraqlanmalıdır. Yəni universitetdə işləyən müəllimlərin siyahısı vardır. Yəni siz universitetin saytına daxil olaraq həmin müəllimlərin tədqiqat istiqamətləri ilə tanış ola bilərsiniz, onların e-mail adreslərini götürə bilərsiniz və siz mütləq şəkildə həmin supervizorla öncədən əlaqə saxlamalısınız. Yəni özünüzü təqdim etməlisiniz ki, yəni mən kiməm və mən niyə məhz bu universitetə müraciət edirəm və mən niyə məhz sizinlə işləmək istəyirəm və mənim tədqiqat planım niyə sizin üçün maraqlı olmalıdır. Əgər supervisor sizin tədqiqat planınızla maraqlanmırsa, yəni sizin tədqiqat planınız orada heç bir supervisor üçün maraqlı deyilsə, yəni sizi orada heç kim doktorantura qəbul etməyəcək. Yəni qəbul etmək prosesi nədir? Hansısa bir supervisor, yəni bizim Azərbaycan dilində desək, bu elmi rəhbər. Bir elmi rəhbər sizin tədqiqat planınızla maraqlanmalıdır. İdeyalarınızı məqbul hesab etməlidir və razılaşmalıdır ki, yəni bu ideyalara rəhbərlik etmək istəyir və bundan sonra sizin deməli sənədləriniz növbəti mərhələyə qədəm qoya bilər. Yəni siz sənədləri universitetə göndərmisiniz, amma burada bir neçə mərhələdən keçir həmin sənədlərin qiymətləndirilməsi və növbəti mərhələyə keçmək üçün mütləq şəkildə, yəni orada hər hansı bir supervisor, yəni elmi rəhbər kimi seçmiş olduğunuz kimsə sizin işinizlə maraqlanmalıdır, sizin ideyalarınızla maraqlanmalıdır. Əgər bu yoxdursa, sizin qəbul ala bilmə şansınız sıfıra bərabərdir. Yəni demək olar ki, bütün hallarda belədir. Amma indi maraqlı məsələ budur ki, yəni biz yenə sualın əvvəlinə qayıtsaq, yəni ola bilsin kimsə çox gözəl bir tədqiqat planı yazıb və doğrudan bir supervisor da məsələn Avstraliya Katolik Universitetində bununla maraqlandı və sizə elmi rəhbərlik etməyə razılaşdı və sizin artıq qarşınızda bir yaşıl işıq yandı və dərhal siz deməli universitetə qəbul oldunuz. Yəni belə bir şey yoxdur. Yəni supervisor çox güman ki, sizinlə online meeting təyin edəcək, sizinlə üzbəyüz görüşəcək və sizinlə həmin tədqiqat planını müzakirə edəcək. Və orada artıq əgər bu planı kimsə yazıbsa, bu sizin zehninizə məsul deyilsə, sizin həmin online meetingdən uğurla çıxmağınız, yəni bir təəssürat oyatmağınız demək olar ki, mümkün deyil. Yəni bu online meeting artıq həm sizin ingilis dili bacarıqlarınızı ortaya qoyacaq, yəni Avstraliyada tədris təbii ki, ingilis dilindədir və sizin məntiqinizi ortaya qoymuş olacaq
sizin nə dərəcədə maraqlı insan olduğunuzu ortaya qoymuş olacaq. Yəni elmi rəhbər bilməlidir ki, kiminlə işləyir. Yəni onlar da əvvəlcədən öz namizədləri, öz doktorantları arasında da bir seçim etmiş olurlar. Yerə gəlmişkən bu olduqca bir çətin, ən çətin deyərdim ki, deməli aralıq mərhələ məhz bu supervizorin seçilməsidir. Məsələn, mən deyərdim ki, bir çox yox, əksər supervizorlar adətən kommunikasiya meyillidir. Yəni siz yazan zaman, tədqiqat planını göndərən zaman onlar sizə ya öz tövsiyələrini verirlər ki, bu birbaşa mənim maraq dairəmə daxil deyil, mən problemi bu istiqamətdə görmürəm. Ya sizə deyirlər ki, məsələn, tövsiyə edirəm ki, bunu X adlı universitetdə filan professor və ya doktor ilə, müəllim ilə siz müzakirə edin, o daha yaxşı namizəddir, ola bilsin onun üçün maraqlıdır. Yəni sizi bir istiqamətləndirirlər. Yəni demək olar ki, siz feedback ala bilirsiniz. Əgər onlar, yəni supervisor kimi seçmiş olduğunuz, potensial supervisor kimi seçmiş olduğunuz bir müəllim, bir tədqiqatçı, bir insan ilə siz kommunikasiya yarada bilirsinizsə, sizin yazmış olduğunuz e-mail ona çatmış olursa, adətən belə bir geri dönüş almaq mümkündür. Amma çətinlik ondan ibarətdir ki, yəni adətən bir supervisorda bəzən 40-a yaxın e-mail alır. Yəni müxtəlif universitetlərdən, müxtəlif namizədlərdən e-maillər almış olur və prinsip etibarilə onların hamısını bəzən qiymətləndirmək üçün imkan tapa bilmir. Bəzən ola bilsin sizin çox gözəl bir tədqiqat planınız vardır. Yəni siz doğrudan da potensial baxımdan çox güclü bir namizədsiniz, amma sizin göndərmiş olduğunuz e-mail ünvanına çatmaya bilər. Yəni kommunikasiya əlaqə yaranmaya bilər. Yəni ona görə burada da vacib amil həmin o supervisor ilə kontaktın yarana bilməsidir. Yəni sizin göndərilən onlarla e-mail arasından seçilə bilməyinizdir. Yəni bu deməli, məhz bu aralıq mərhələdə önəmli bir faktordur. Artıq ondan sonra belə onlayn meeting keçirilir. Meeting zamanı siz supervisor ilə ünsiyyət saxlayırsınız, öz planınızı təqdim edirsiniz, onun suallarına cavab verirsiniz və əgər doğrudan həmin supervisor sizi seçmiş olursa, deməli siz bu mərhələni də keçmiş oldunuz. Amma deyə bilərsiniz, vəssalam, supervisor məni seçmiş oldu və mən artıq doktorantura qəbul olmuşam. Amma bu da deyil. Ola bilsin, supervisor sizi seçmiş olur, amma qərarı supervisor tək başına həll etmir. Yəni, heç bir supervisor tək başına qəbul planını təsdiq edə bilməz. Məsələn, mənim təcrübəmdə Avstraliya Katolik Universitetində birinci intervyudan sonra, online meetingdən sonra haradasa bir 2 həftə aralığından artıq ikinci online meeting təyin edildi. Yəni ikinci online meetingdə artıq qəbul komissiyasına daxil olan rəhbər iştirak edir. Yəni fəlsəfə proqramı üzrə deməli qəbul prosesinə rəhbərlik edən kim varsa o iştirak edir. Və sizin tədqiqat sahənizə yaxın olan hansı müəllimlər varsa, yəni biri sizin potensial supervisorinizdir, amma ola bilsin digər professorlar, digər müəllimlərin də tədqiqat sahəsi sizinkinə yaxındır, yəni sizin öyrənmək istədiyiniz, tədqiq etmək istədiyiniz sahəyə yaxındır. Yəni onlar da online meetingə qoşula bilir. Məsələn, mənim ikinci online meetingimdə deməli 4 nəfərin adı qeyd edilmişdir. Yəni biri proqram rəhbəri idi, biri deməli əsas supervisor idi. Yəni hansı ki artıq qəbul planında qeyd edilir ki, mən bu supervisor ilə işləyəcəm. Və artıq deməli siz ikinci online meetingdə də uğur qazanmış olsanız, deməli yerdə qalan məsələlər artıq sizdən asılı deyil. Yəni artıq bu texniki məsələlərdir, bura neçə nəfər doktorantura qəbul olunacaq o məsələlərdir. Yəni scholarship'in
nə qədər ayrılıb ayrılmamasıdır, yəni bu məsələlərdir. Amma mütləq siz hər iki onlayn mitinqdə təəssürat oyatmağı bacarmalısınız. Yəni bu olduqca və olduqca vacib məqamlardır. Amma məsələn bizdə belə deyil də. Məsələn Azərbaycanda doktorantura qəbulda, yəni biz qəbul oluruq doktoranturaya, daha sonra mövzu seçirik və daha sonra bu mövzuda hansı müəllimlə işləyəcək, o müəllimi seçmiş oluruq. Bəzi hallarda ümumiyyətlə müəllimin tədqiqat sahəsindən doktorantın işləmək istədiyi mövzu arasında o qədər də çox bağlılıq olmur. Yəni belə bu da son nəticədə tədqiqatın istədiyimiz effekti almasına mənfi təsir göstərən bir amillərin meydana çıxmasını şərtləndirir. Amma qabaqcıl qərb universitetlərində belə deyil. Yəni Avstraliya Katolik Universitetində artıq qəbul deməli planı təklifi gələndə, yəni offer letter gələndə orada artıq qeyd edilir ki, yəni sizin əsas supervisorunuz kimdir? Yəni mənim artıq əlaqə saxladığım o potensial supervisor kimi seçmiş olduğum və birinci onlayn mitinqdə görüşmüş olduğum supervisor bu əsas supervisordur. Və ikinci onlayn mitinqdə komissiya daxil olan o 4 nəfərdən biri ikinci supervisor kimi təyin edilib. Yəni eyni zamanda iki supervisorla işlənilməsi qeyd edilib. Yəni bunlar da diqqətə alınacaq məqamlardır. Və yerdə qalan məsələlər, yəni adətən, məsələn, Avstraliyada belədir, yəni orada bütün təhsil xərcləri qarşılanılır, yəni 3 il ərzində. Amma dərhal qarşılanmır da. Yəni siz bir il əgər tədqiqat aparandan sonra onun bir qiymətləndirməsi aparılır. Əgər bu qənaətbəxşdirsə, artıq ikinci ilin təhsil xərcləri qarşılanacaq, sonra üçüncü ilin və s. Scholarship yaxşıdır. Yəni bir insanın deməli, əgər ailəsi yoxdursa, yəni ailə deyək ki, çətinlikləri yoxdursa, tək bir insanın iqtisadi resurslarını normal şəkildə qarşılaya biləcək qədər deməli scholarship-da ayırmış olurlar. Yəni çox yüksəkdə deyil, yəni orada tədqiqat aparmağa gedən insan, yəni bu təbii ki, lüks həyat sürməyə gedən insan deyildir. Amma effektiv şəkildə maddi qayğılara düşmədən tədqiqatın aparılması üçün lazım olan qədər scholarship-də ayrılmış olur. Yəni Azərbaycan standartları ilə bu çoxdur. Yəni məsələn mənim universitetdə aldığım maaşdan haradasa 4 dəfə çoxdur. Yəni amma deməli qərb standartları ilə bu qənaətbəxşdir. Yəni bunu biz xüsusi olaraq qeyd etməliyik. Belə, məncə başqa qeyd etmək istədiyim məsələ yoxdur. Yəni qarşıda hələ viza problemləri vardır. Problem deyəndə prosedurları vardır. Yəni bu da bir texniki prosedurdur. Yəni onu biz hələ hazırlamalıyıq. Əgər viza almış olarıqsa, yəni biz növbəti tədris ilindən etibarən Avstraliyanın deməli Avstraliya Katolik Universitetində fəlsəfə üzrə doktorantura dərslərinə başlayacağıq və mənim seçmiş olduğum tədqiqat sahəsi bu analitik din fəlsəfəsidir. Yəni bu analitik fəlsəfə ilə din fəlsəfəsinin bir sintezidir. Analitik fəlsəfə, orada seçmiş olduğumuz model bir lingvistik məntiqi model var. Müasir dövrdə yaşayan deməli mütəfəkkirlərdən, çox önəmli isimlərdən biri olan Geoffrey King var. Onun irəli sürmüş olduğu bir lingvistik məntiqi model var. İngilis dilində Felicitas on the specification gedir. Yəni dildəki qeyri-müəyyənliklərdir. Bunu biz deməli katolik fəlsəfəsinə tətbiq edəcəyik. Yəni teoloji dilə tətbiq edəcəyik. Yəni bu lingvistik məntiqi modelin teoloji dildə nə dərəcədə effektiv olub olmadığını biz yoxlayacağıq, sınaqdan keçirəcəyik. Və 3 illik tədrisdən sonra, yəni bizim planımız həmin dil modelini digər deməli dinlərdə, İslam dinində və Buddizmdə də yoxlamaqdır. Və sonda qeyd etmək istədiyim vacib bir məqam, yəni bu onlayn mitinqlər zamanı insanın, yəni namizədin öz fikrinin üzərində durmasının olduqca önəmli olmasıdır.
Yəni ola bilər ki, qarşınızdakı, yəni potensial supervisor və ya proqram rəhbəri sanki sizinlə razılaşmırmış kimi bir təəssürat yarada bilər. Yəni bilərəkdən sizin üçün bir əks arqumentlər irəli sürə bilər. Əgər siz dərhal fikrinizi dəyişsəniz, yəni belə deyək də, necə məsləhətdir, biz sizinlə razıyıq, siz necə problemi görürsünüz, biz də bu istiqamətdə işləyəcəyik. Yəni belə bir strategiya izləmiş olsanız, çox güman ki, siz qəbul planı almış olmayacaqsınız. Yəni güclü namizəd özünə inanan namizəddir. Yəni mən demirəm ki, orada siz bir debat keçirirsiniz, bir mübahisə edirsiniz, amma rasional şəkildə öz fikrinizi əsaslandırmağı bacarmalısınız. Əgər sizə qarşı hətta əks arqumentlər irəli sürülürsə, onu da belə təkzib etməyə çalışmalısınız. İndi mən demirəm, yəni bu nə dərəcədə effektiv ola bilər. Yəni xüsusilə siz dərhal magistraturadan doktoranturaya sənəd vermiş olsanız, burada bir yaş faktoru olacaq. Yəni sizin supervisor sizdən daha böyük olacaq, bir təbii status məsələsi olacaq, bir təcrübə məsələsi olacaq. Amma istənilən halda, əgər öz ideyanızın üzərində dayana bilmirsinizsə, onu müdafiə etməyə çətinlik çəkirsinizsə, əgər hər bir irəli sürülən əks arqument zamanı fikrinizi dərhal dəyişməyə meyillisinizsə, qarşınızdakı insanla razılaşmağa meyil edirsinizsə, ehtimal ki, siz qəbul planında güclü namizəd kimi seçilə bilməyəcəksiniz. Yəni bu da olduqca önəmli bir faktorlardan biridir. Yəni belə, mənim gördüyüm, yəni analiz etmək istədiyim, ümumiləşdirmə aparmaq istədiyim bunlardan ibarətdir. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Sağlıq olsun. Yəni tələbə vizasını almış olaramsa, yəni Avstraliyada təhsilə başlamış olaramsa, yəni təbii ki, orada oradan daha zəngin, daha ətraflı, daha geniş məlumatları sizinlə paylaşmaq deməli imkanım olacaq. Diqqətinizə görə minnətdaram. Suallarınız olarsa qeyd etdiyim kimi ünvanlaya bilərsiniz. Hələlik.